vətənə sonsuz sevgi hissinin, xalq, prezident və ordu birliyinin sarsılmazlığı sayəsində ölkəmiz tarixin bu sınağından alnı açıq, üzü ağ, zəfərlə çıxdı. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra elədi. Düz 105 il bundan əvvəl Azərbaycanın vətənpərvər oğulları bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq heçdən bir ordu yaratdılar. Öz ulu əcdadlarının müqəddəs əmanətinə sahib çıxan fədailər zaman-zaman Azərbaycan adlı bir varlığın mövcudluğu üçün canlarından keçdilər. Və bizim bir xalq kimi, millət kimi var olmaq haqqımızı bütün dünyaya sübut elədilər.